Bugün Kəngərli rayon Qarabağlar kəndində qəhrəman şəhidimiz Əsgəri Vüqar Rızaoğlu'nun 5-ci il dönüm mərasimi qeyd edilir. Allah'tan şəhidimizə, cəmi şəhidlərimizə rəhmət diləyirəm. Allah məkanların cənnət, məqamların uca eləsin. İnşallah. Allah bütün şəhid ailələrimizə bol səbir versin. Amin. Bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ياسين والقرآن الحكيم canlarını fəda etmiş cəmi şəhidlərimizin ruhları şad. El-Fatihə salat. Bismillahirrahmanirrahim. Allahümme sallallahu. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bugün qeyd edildiyi kimi Azərbaycan xalqının qəhrəman oğlu Vətən müharibəsində 5 il bundan öncə bugünkü gün 20 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmış qəhrəman Azərbaycan oğlu Kəngərli rayonunun Qarabağlar kəndinin qəhrəman oğlu Əsgəri Vüqar Rızaoğlu'nun anım gününə toplaşmış. Bütün bunlarla yanaşı hamının dərdini öz dərdi bilən biri idi o. Vüqar bilsə ki, kimsə dardadır, ona yardım əlini hər zaman uzadardı. Şəhid adı çəkildiyində onların yaddaşlarında bir fikir formalaşmasın, bir fikir həkk olunmasın. Yəni şəhid deyiləndə şəhid məzarının önündə şəhidlərimizi ürək dağlayan kəlmələrlə xatırlatmaq və yaxud da ki, analarımızın, bacılarımızın fəryad eləyərək axıtdıqları göz yaşı ilə onların qəlbinə, yaddaşlarına həkk olunmasın. Allah bu millətdən razı olsun. Bilmirəm, Kəmal Nallının göstərdiyi diqqətdir, ya bu kəndin vicdanıdır, şəhidi olan sevgisidir. Həmişə bu kənddə belə adamı çox gördüksə, belə uşaqları çox gördüksə, bizim ürəyimiz biraz təskinlik tapır. Şəhidlərimizin məqamını eləsin. Allah şəhid valideynlərinə səbir versin. Allah ordumuzu qorusun. Ona görə ki, bizim ordumuz hal-hazırda silah əlində bizim keşiyimizdə dururlar. Cavab almayacağım. Bəlkə də sənlə nə vaxtsa qarşılaşmışam. Yol yetmişəm, görmüşəm səni bəlkə də. Amma nə sən məni tanımısan, nə mən səni. İndi mən səni tanıyıram. İndi səni hamı tanıyır. Darıxırlarda, kövrəlirlərdə, hey gözləri səni axtarır, amma sancdığın bayraq qədər qürurludur, yüksəkdədir onlar. İndi biz sənin ətrini onlardan alırıq. Hər baxışları, hər kəlmələri səndən danışır.
Əziz şəhid, bu azad torpaqlarda şanlı bayrağımız dalğalandıqca ruhun bizimlədir. Könlümün sevgili məhbub məni Xidmət elədiyi hərbi hissədə öz əsgər yoldaşına, öz müddətdən artıq yoldaşına kömək lazım olanda ona kömək edir. Danışıldı ki, Vüqar çox sakit uşaq idi. Sakit təbiətli insan idi. Amma bir o qədər də deyib ki, Canlı xilqəti ölümdən xilas edib, tək bircə özlərini xilas etməyənlərə. Göylərdə yıldırımlar hayqırıb töksə də. Qoyularsız keçməsin toyumuz, düğünümüz. Onları yada salaq bircə bu gün biz. Bu hörmət, bu ehtiram ən müqəddəs diləkdir. Bu hörmət, bu ehtiram ölülərdən daha çox dirilərə gərəkdir. Adına ilk gündən dedilər Vüqar. Dağların Vüqarı yaraşdı sənə. Heç kəs düşünməzdi ki, uca dağlarda vaxt gələr bürünər dumana çənə. Min elçəsə şəhid ölməz. Şəhidlik uca zirvədir. Kim istəsə qalxa bilməz. O zirvə həm can istəyir, həm də ki qurban istəyir. Ana, mən şəhidəm, şəhid. Qürurla gəzəriz anam, sən şəhidin anasısan. Qürurla gəzəriz atam, sən şəhidin atasısan. Ata, mən şəhidəm, şəhid. Şəhid Vüqar Əsgərov. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar ruhlar qarşısında baş əyirəm. Olun siz Allaha məndən. Bu gün şəhadətə yüksəlirəm mən. Qurban olum ana torpaq, bəs qucaqla sən balanı. Güllə dəymiş şəhidimin evdə körpə balası var. Bütöv olmuş vətəninin, yarsız qalmış gəlini var. Gecə yarısı yuxusunda ata deyən körpəsi var. Asta deyin, asta gülün. Yavaşsan siqnalları. Bir ananın balam deyən ailəsi var. Mən ancaq Vüqar dayıma bağlı idim. Cavanşir dayımı mən özüm görmədən rəhmətə getmişdi. Onu sadəcə şəkillərdə görmüşəm, tanımışam. Vüqar dayım çox fərqli dayı olub mənim üçün. O qədər gözəl ürəkli, mərhəmətli biri olub ki, xatırlayıram həmişə işdən evə gəlir. Kim istəyərdim onun toyunu görməyi. Həmişə nənə ilə oturub xəyal eləyərdi ki, qızı olsa adını Samoş qoyasın. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı hər zaman qəlbimizdə yaşadaq. Bununla da şəhid Əsgərov Vüqarın anım gününün 5-ci il dönümünə həsr olunmuş tədbirimiz sona çatdı. Sağ olun. Surətil mübarəkətil əl-Fatihə. Allah rəhmət eləsin. Allah cəmi şəhidlərimizə Allah rəhmət eyləsin. Allah şəhidlərimizin ruhunu şad eləsin. Bir daha şəhidlərimizin ruhu qarşısında baş əyirik. Sağ olun. Vətən üçün canın verdin, sən qırpmadan gözlərini düşmənə